Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hüccet ibnül Hasanil Mehdi. Salavatuke aleyhi ve ala abaih fi hâzihi sa'ati ve fi kulli sa'a. Veliyen ve hâfiza ve qaiden ve nasira ve delilen ve ayna. Hatta tuskinehu ardake tav'an ve tumetti'ahu fiha tavila. Allahümme accil li veliykel farac. Rahman ve Rahim olan Allah'ın adıyla kıymetli 14 TV izleyicileri hepinize hayırlı akşamlar, hayırlı cumalar diliyoruz. Rabbim inşallah bir cuma gününde bu ekranlardan sizlere İmam Mehdi Aleyhisselam'ın zuhur haberini vermeyi bizlere nasip etsin diyoruz ve bu Erbain'e yaklaşmış olduğumuz günlerde de Rabbim İmam Hüseyin Aleyhisselam'ın bu dünyada ziyaretini, kıyamet gününde ise şefaatini cümlemize nasip eylesin. Bugün gerçekten de çok kıymetli bir konuğumuz var. İran İslam Cumhuriyeti'nden İlim havzaları müderrislerinden, üstadlarından Ayetullah Furugi hocamla birlikteyiz. Sağ olsunlar, kırmadılar bizi. İstanbul'da misafirler kendileri. Bu kısa zamanlarına rağmen bugün bizlerle ve sizlerle birlikteler. Hoş geldiniz, sefalar getirdiniz. Teşekkür ediyorum. Memnunum ve Bismillahirrahmanirrahim. Salam arz edeyim. Sizin xidmətinizə, qardaşlar ki buradan çalışırlar ve bütün müminler için sizin bu bərnamələrinizdən istifadə aparın. Allah razı olsun. Salam Allah razı olsun. Tabii kıymetli hocamızı araştırmacı olanlar, ilim erbapları daha iyi tanırlar. Kendileri Kum ilim havzalarında üstadlık tabii görevini yapmalarının yanı sıra hem irfan meselelerinde hem ahlaki meselelerde de tabii ki gerçekten çok büyük ve tanınan bir isim kendileri ve aynı zamanda da kendilerinin kurmuş olduğu bir Tevhid isimli müesseseleri de var. İnşallah bunlarla alakalı da ilerleyen zamanlarda konuşacağız. Biz tabii fazla zamanı harcamadan sözü hocamıza bırakmak istiyoruz ve hocamızın dilinden Ehl-i Beyt Aleyhisselam'ı, Ehl-i Beyt Aleyhisselam'ı Allah bize nasıl tanıttı, Peygamber bize nasıl tanıttı? Buyurun sizden dinleyelim. Bismillahirrahmanirrahim. Bir mühümtərin ve büyük bir mesele insan üçün insanın mərifətidir. Əsasdır aləmdə həqiqəti tanımaq. O ki insanların yaşayışında ve diriliyində, onların həyatında sıxıntı yaradır, böhran yaradır, çətinlik yaradır. Bəşər çox pis vəziyyətlərə düşür həyatında. Tamam rabitələr bir-biri ilə qırılır. İnsan düz yaşamır. Və bugünkü dünyada adam rahat öz gözü ilə görür ki, bəşər necə yolu itiribdi, necə avara qalıbdı. Əsas budur ki, insan mərifət yoxudur. Mərifət həqiqətə, mərifət Allaha, mərifət Peyğəmbərə, mərifət Hüccət ilahiyə. Onlar ki, şəbih-i Peyğəmbərdirlər. Vasitə-i feyz-i rəhmanidirlər. Allahın vasitə-i feyzidirlər aləm-i vücudda. Bu üç mərifət, Allahın mərifni nəfsək, Allahın özünü tanımaq, Allahın mərifni nəbiyyək, rəsulək, Allahın Peyğəmbərini tanımaq, Allahın mərifni hüccətək, Allahın hüccətin hər zaman yeryüzündə tanımaq üçün Allah yeryüzün hüccətsiz qoymayıbdır. Hər zamanda bir insanı kamil yeryüzündə var ki, o ruh aləmdir, qəlb aləmdir. O olmasa aləm ölər. Onunla aləmin bəqası vardır. O da fəzail Əhl-i Beyt ki, Hüccət ilahidirlər. Hüccət ilahilə, yəni zəncir-i mərifətdə, silsilə-i mərifətdə kəmal-i mərifətdir. Silsilə-i mərifəti insan təkmil olmayı, məgərin ki, insan xətm ola mərifəti Əhl-i Beyt əleyhissalama. O da Allah-u Təbarək və Teala insana ürək verib. Ürək verib, bu ürəklə yol yeriyə. Çünki insanın iki dənə mərkəbi deyim sənə vardı ki, onu eləyə bilər insan o
iki dənə həqiqət ki, vücudunda var, aql və dil, qalb. Bunların ikisi ilə də minə hədəfin təqib eləyə. Aql bir mərahili insanı aparək, ondan sonra da yeriyə bilmək, dayanək. Amma qalbi insan o qədər yol yeriyək ki, binəhayətdir. Odur hədisdə vardır ki, qalbul mümin ərşur rəhman. Allah deyir, mən paytaxtimin, hökumətimin mərkəzi insan-ı müminin qəlbidir. Və Allah buyuruyor ki, la tuskin fi haramillah qeyrallah. Əl-qalbu haramullah. Qalb Allahın hərəmidir. Allahın hərəmində Allahdan sıvayını əyləşdirməklə, Allahdan sıvayını yer verməklə. Bu Allaha yer vermək, burada bir aləm-i məhəbbət var. Aləm-i məhəbbətdə gəlib düz müdiriyyət eləyəsən. Çoxlu böhranlar və çətinliklər insanın həyatında o ki, bahis olur insan yaşayışında şikəst yeyə. Hədəfinə çatmaya yerə dəyə insan. Görürsən, əfsurda olub. Ondan bir hal olub. Bu nə cür təbirlə ala sənə gətirim, bu mənanı deyim ki, bugünkü dünyada nə qədər insanlar yaşayışında və həyatında, dirliyində şadlıq yoxdur. Qüssə basır insanı. Mahzun, sürekli mahzun. Mahzundur, qəlbi, ürəyi mahzundur. Niyə? Çünki insan məhəbbətin düz müdiriyyət eləyə bilməyibdir. Ən böyük şikəst insana aləmdə oradadır ki, insanın məhbubu düz məhbub olmaya. Doğru sevgili olmasa... Doğru sevgili olmaya. İnsan məhəbbətində yalancı məhbuba giriftar o. Yalancı, kazıb məhbuba insan girib olan, məhbubi həqiqi olmaya. Pərverdigar aləm o həm feyzi rəhmanisi ilə, həm feyzi rəhimisi ilə, yəni iki əli ilə ki, bu Allah bu aləmdə işləyir, həm dəst-i rəhməti ilə, həm dəst-i rəhimisi ilə aləmdə işləyir ki, öz yerində bəhsi var da bunların hamısı. Bir qovsi nuzul var, bir qovsi suud var. Qovsi nuzulda ismi Ər-Rəhman Pərverdigar aləm işləyir. Qovsi suudda ismi Ər-Rəhim Pərverdigar aləm işləyir. Dünya və axirət Allahın rəhmətidir. Ya rəhimət dünya və l-axirə və rəhmanət dünya və l-axirə və rəhiməhumam. Allahın rəhməti və məhəbbətidir işləyib bu aləmdə. Allah təbarək və teala insan hədəfinə çata. Hədəf insan nə mənədir? Odur ki, insan Allahın özünə çata. Ta Allahın özünə insan çatmayıb, o yolu Allaha tərəfdir, insan kiçilik, insan böyüməyik. Nə qədər insan dünyaya baxır, dünya kiçikdir. İnsan özü də kiçilik. Şəxsiyyət insan da kiçilik. Nə qədər ondan sonra insan üçməyi, qanad açmağı o əndazədədir ki, məhbubu üçə bilər. Məhbubu nə bölüyədir? Əndazəsi nə mənədir? Qədri nə mənədir? İnsan da o əndazə eləyə bilək böyüyə, ruş tapa, əzəmət tapa. Dünya kiçikdir, insanı kiçildək. Hər nə insan dünyadan üzün çövrək, həqiqəti mütləqa baxək, həqiqəti mütləq Allah özüdür. Cəmal-i mütləqa baxıyıq, kəmal-i mütləqa baxıyıq, əzəmət-i mütləqa baxıyıq, rəhmət-i mütləqa baxıyıq. Halasını duayı səhəri oxuyub, Allahı təvsif eləyir də. Min cəmalikə bə'əcməlihi, min bəhaikə bə'əbhahu, min cəlalikə bə'əcəllihi, min əzəmətikə bə'əzəməha, min nurikə bə'ənvərihi, min rəhmətikə bə'usəha ilə axər dua ki, bəyan olur. Ya duayı coşan kəbirdə həqiqətdə Allahın cəmalını bizə tozih verir də. Min bir ad gətirir duayı coşan kəbirdə, hər birisi bu aləmdir. Əhlid şud. Əgər insan eləyə bilir, o aləmə varid ola, o aləmə qədəm qoya bilər. Biz çoxlu bəşərlər işləyəndən sonra, məsələn, Allah nə mənədir, mənasını örgəşik. Allah nə mənədir, Rəhman nə mənədir, mənası dərhal ki, insan o həqiqətin özünə gərək çata. Qəlb insan o həqiqətin özünə eləyə bilər, o həqiqətin özü ilə munus ola, o həqiqətin özünə özün yapışdırə. O mənayı, o aləmbi
özgə aləmdə orada insan öz həqiqətin tapa bilir. Allah təbarək və Teala həm özünü tanıtdırıb, həm peyğəmbərin tanıtdırıb, həm hüccəc ilahi ki əhl-i-beytdə tanıtdırıbdır. Hansı ayədə İnnəmə yuridullahu liyuzhibə ankumur ritsə əhləl-beyt və yutəhhirəkum təthira. Bəsdir fəzilət əhl-i-beyti də. Allah nə qəddir söylədi, Allah özü danışır. Allah özdən şey ki, belə milyard insanlar bu aləmə gəlib, gələcək, onların içində bir neçə nəfərdilər ki, onlara mən özüm taharət vermişəm. Yutəhhirukum təthira. Yuridullah liyuzhibə ankumur ritz. Ritz və hər pəlidi ki, hər pislik ki, bəşərin vücudunda var, onlardan mən Allah buyuruyor, yumuşam onları. Yutəhhiruhum və taharət vermişəm onları. Bu taharəti ki, Pərverdigar-ı aləm verib, bunları Allah deyir sizə məhbub qərar vermişəm. Əcibdir ha. Pərverdigar-ı aləm qəlb verir, qəlbi məhəbbətlə doldurur. Ondan bu məhəbbətə görə məhbub tapasan. İnsan zatən ehtiyac vardı məhbubi olsun, məşuq olsun. Allah insanı bu cür yaradıbdır. Heç kəs aləmdə məşuqsuz yaşaya bilməz. Amma məşuqi düz təşxis verməkdə olur ki, yalancı məşuq düz məşuqun yerini alır. Yalancı məhbub, puç məhbub ki, məhbubdur, insanın xiyali, insanın vəhmi, insanın cəhli. O səbəb olur ki, insan yolu səhv eləyə, səhv yolu gedə. Yanlış yola gider, evet. Ha, ayrı yola gedə. Məhbub da alısıcaq gedib, amma həqiqətdən məhbub deyir, insanın məhəbbəti dağılır. Elə bil varlığı dağılır. Allah insana bir sərmayə veribdir. Hala bilin sərmayə. Sərmayə doğrudur. Ha, onun sərmayə, onun üstündə işləyə. Onun üstündə işləyə, ta o sərmayə onu böyük bir insana təbdil eləyə aləmdə. Əzimül üzzəma ola. Ücələ bu aləmdə. O necə ki, ənbiya ücəliblər, ovliya ücəliblər də. Allah istəysən deyilsin, insan kim olar? Allah ənbiyanı, ovliyanı insana görsədib də. Bunlar, insan istəysən kim? İnsan bu. Ha? Pərverdigar-ı aləm, biz müsəlmanlar üçün bu nemətin tamam eləyibdir. Amma nizam-ı təkvində qəlb verib, qəlbi məhəbbətlə doldurub, məhəbbətə deyib, amma məhbub tap kilən. Məhbub kim ola bilər? Ha, burada iştibah. Məhbub, Allah üzrəyim, mən sizə mərrif eləyim. O kəslər məhbubdur ki, mən onların zatini yumuşam. Mən onların aləmi bəşəriyyətdən yumuşam. Mən onlara təbiri Qur'andır ki, yutəhhirukum təthira. Təthir eləmişəm. Bu təthir nə təthiridir? Ayaq baş yemək deyir, hamama getmək deyir. Bəlkə hammam ilahiyə getməkdir. Hammam ilahiyə, yəni Allahın eşq və məhəbbətində yanmış insan. O insanlardır ki, zövq və şövq Pərverdigar-ı aləmdə biliblər ki, Əmirül-Möminin təbiri şühədai Kərbəladan budur ki, məsaru uşşaqın şühəda. Şühədai Kərbəlanın, hətta oradan keçəndə Qovdal o çuxur yerdə Həzrət İbn Abbas deyir ki, qətirin minmişdi, qətirlə oranı Həzrət təvaf elədi, ondan ağladı və bu deyir, vahən ləki əyyətühət turbə, torpağa dedi, əhsən sənə, afərin olsun sənə ey torpaq, səndə böyük insanlar yatacaq, onları ki, Allahın məhzərinə hesabsız varid olacaqlar. Bəd buyurdu, məsaru uşşaqın şühəda, burada topraqda yatacaqlar bir iddə aşiqan şəhid. Əvvəl eşq onları öldürübdür, eşq üçün şəhid olublar Allahın eşqində. Ondan da şəhadət-i zahiri də onlara nəsib olubdur. Aşiq olub şəhid olasan. Onlar ki, aləmdə eşq və həqiqətdə birdilər, təkdilər. Əhl-i Beyt əleyhissalam ziyarət-i cami-i kəbirədə var. Ət-taminə fi məhəbbətillah. Siz o vücudsuz ki, Allahın məhəbbətində tamsınız, tam, yəni dolu, tamam eləyibsiz məhəbbəti. Kim eləyə bilər aləmdə məhəbbəti tamam eləyə? O kəsi ki, biz zərrə məhəbbəti qeyri Allaha təvəccüh eləməyə, qeyri Allaha tərəf çörülməyə. Bu Əhl-i Beytün fəzilətində bəsdir. Allah təbarək və Teala buyurur ki, tanıtdirdim, bunları özünüzə məhbub intixab eləyin. Onları özünə hər kəs məhbub intixab eləsə, o da çatır oc insaniyyətə.
o insaniyyətə çatır ki, əsl məna buradadır ki, külli insanlar bu aləmdə istəyirlər sahib dil olalar. Nə cür sahib dil olasan? Nə cür ola ki, ürəyin o şeyin darısıcan olmaya. Bir həqiqətə bənd ola və sabit ola şəxsiyyəti sabiti ilahi ola, nur olasan bu aləmdə. Əsl olub qəlbi ilə yol yeriyəsən. Qəlbi də o məhbub-i mütləqlə yol yeriyək. O məhbub-i ilahi ilə. Çünki qəlbin varlığı məhəbbətdir. Qəlbin darayısı məhəbbətdir. O da hər bir zərrə məhəbbəti yeyri xəşləsən, qəlbində nəqs yaradırsan. Qəlbin kamil olmayacaq. İnsan kamil qəlbi ola bilməz. O əndazə diqqət burada lazımdır. Hesab-ı dəqiq burada lazımdır. Bir də o da burada insanlar üç dəstə olurlar. Bir də insanlar sahib deyildir. Sahib ürəkdirlər. Ki onlar o sahib ürək olanlar bir aləmi özləri ilə apara bilərlər. Bilirsən, adam cəzi aləmdə sahib dil tapa bilməyik. Çünki insanların ürəkləri o şeyin dalısıcətdir, mütəzəlzildilər. Məhbubahayi, yalancı məhbublar, yalancı məşuqlar, məhbubi ki, dünyayıdır, subat yoxadır. Çünki dünyanın maddəni məna eləyəndə deyirəm moc. Elə bil moc üstə ev bina eləyibsən. İnsan eləyir dünyayı maddi ilə nəfs-i mütməinniyyət çatar. Olan deyil nəfs-i mütməinniyyət çatmağa. Nəfs-i mütməinniyyət çatmağında gərək məhəbbət-i mütməinnə çatasan. Məhəbbət-i mütməin o məhbub-i mütməindədir. O məhbub ki, doğrudan əbədi məhbubdur. Əgər insan onu tapsa ki, məhəbbət-i ovliya ilahi, kummelin ovliya ilahi Əhl-i Beyt əleyhissalamdır. Ki, rəs-i ovliyayı ilahidədir. Sahibi vilayət-i tammi ilahiyyət mərhum Əlləmi Təbatəbai təfsir Əl-Mizanda və kitab Əl-Vilayəsində vilayəti məna eləyəndə buyuruq Əl-Vilayə hiyəl-kəmal-ül əxir-ül-həqiqil insan. Vilayət o axər kəmal həqiqili ki, insan eləyə bilər ona çata. Vəliyullah olmaq o axər dərəcə-i kəmaldır ki, insan seyr eləyə bilər, orada vəliyullah ola. Vəliyullah olublar, özləri vəliyullah olublar, onların təhti vilayətinə getmək insanın özündə vəliyullah eləyik. Təthir ayətini buyurdunuz. Məvəddət ayəti də var. Məvəddətdə insan nasıl anlamalıdır? Elə həmin məvəddəti də Allah bizdən istəyib. Onları tanıtdırandan sonra buyuruq, "Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba." Qurba kimdir? Qurba olardır ki, "İnnəmə yuridullahu liyushiba ankumur ris əhləl beyt." Olardır ki, onların həyatında, yaşayışında bir zərrə bu insanın pisliyindən, pis əxlaqından, cəhlindən, şəhvətindən, nadanlığından onların vücudlarında, həyatında yoxdur. Ondan buyuruq, bunları özünüzə məhbub intixab eləyin. Onları məhbubunda dərvaqə insan özünü tapır. Oraya gedən olayı sahib qəlb ilahi. Allah buyuruq, "İnnə fî zâlikə lezzikra limen kana lehu qalbun o alqassan və huve şəhid." Allahın ayatını hər kəs oxuya bilməz. Hər kəs başa düşə bilməz. Allahın ayatını o kəs başa düşə bilər ki, limen kana lehu qalbun. O kəsi ki, sahib qəlb ola. Bəs sahib qəlb olmaq budur ki, həmin qəlbi ki, hamımızın sinəsində var, tamam bəşəriz, heyvanatın da sinəsində var, orada işləyib və həyatı diriliyin və maddi diriliyin düzəldib və yola salıb. O həyatın həqiqi ilahi. O ləzzikra limən kana lehu qalbun. Allahın ayatını başa düşər sahib qəlb. Sahib qəlb kəsi ki, məhbubi vahiddir. Bir həqiqəti tamamdır. O qəlbi o şeyin dalınca dağılmayıbdır. Nə qədər insanlar var aləmdə, bir ləhzə bu şeyin dalısıcətdir, ikinci ləhzə ikinci şeyin dalısıcətdir. Hər gün bir məhbub axtarıb, cəmal-i zahiri o insanı, o eşqaha kəsb rəngin var. Hər bir rəngi görək, o rəngə eşqi yetirir, özü avara qalır. Özü avara, eşqaha kəsb rəngin, eşq nə bu vəd? Aqibət nənci bu və o aqibət insan özü yerə deyil. İnsan ara düşür, insan xar olur. İzzətin insan əldən biri. Burada insanın qəlbi avara qalır. Biri də insanlar aləmdə heyrandırar. Allah bilir, "Kəlləzi istəhvəthuş fil ərz, kəlləzi istəhvəthuş şeyatinu fil ərz" heyran. Hər kəsin yaşayışına
elədiyi həyatına, diriliyinə şeytan varid olsa, evinə şeytan varid olsa, yeryüzündə Deli heyran gibi qalar. dolaşır. Evet. Avara qalar. Avaradır. Çoxlu insan yeryüzündə avaradır. Adam bir zahirinə baxıb, adam xiyal edir ki, bu da yaşayır. Diridir, amma yaşayış eləmir. Fərq vardır diri qalmaqla yaşayış eləmək, həqiqət yaşamaq. Bu şeyin arasında fərq vardır. İnsan iştibah eləyir. İştibah eləyir. Fikirləyir ki, məsələn, ömrü çox olsa, aləmdə çox yaşasa, çox diri qalsa, çox zindəgi deyir. O çox o yaşayış deyil. Həqiqəti yaşayış, həqiqət dirilik ki, düz yaşamaq aləmdə oradadır ki, insan o məhəbbəti həqiqətə dəyə. Məhəbbət həqiqətə dəyəndə insan heyrətdən, sərgərdanədən çıxır. Allah Təbarək və Teala Quranda buyurur ki, hər kəsin yaşayışına şeytan girsə, avara qalar, heyran qalar. Kələmi heyran şiralıdır. Bir dəfə Quranda gəlibdir. Kələmi heyran. Vallahi Allahi lüğətindən gəlib o mənası. Sun əməhdə yəməhun. Allah Quranda buyurur, "Lə'amruka innahum fi sakrətihim yəməhun." Peyğəmbərə buyurur, and olsun canıya. Hər kəs bu cana baxmırsa yeryüzündə avara qalar. Can meyar canı peyğəmbərdir və can əhl-i-beyt peyğəmbərdir. O da ayə Quranda Əlidən təbir elədi, "Ənfusana və ənfusakum." Əli can peyğəmbərdir. Gərək can peyğəmbərə çatasan. Orada insan öz zindəgisi, yaşayışı, öz vücudi, öz həyatı, öz diriliyi, həqiqi məna tapır, heyrətdən çıxır və bir də insanlar əslən heyrət də yoxlarır, daşdilər aləmdə. Daşdır o ki, məhəbbətin dağıtdı, hədərə getdi, məhəbbətin bir daşa xəşlik. Daşa. Ondan ki, bir daşı istəyir, məsələn, aləmdə. İnsan istəmir. Nə dünyadan görürsən, nə biri də turist olur dünyada. Tamam hədəfi odur. Gəzək, heç gözün doldurur, biləsə, zehnin, məğzin, fikrin məşğul eləyir. Tamam həyatı məşğuliyyətlə keçir ki, qəlbun məşğulun bid dünya. Hədisdə təbir olunub Peyğəmbər-i Kiramədən, bir idənin qəlbləri daimən məşğulu dünyadır. Qəlbi məşğulu dünya ilə bir dəfə fürsət tapmayıb, mən kiməm? Aləm nə üçün xəlq olub? İnsan nə üçün xəlq olub? Yaradan nə istədi məndən? Yaradan məndən nə istəyir? Bu əslən bu işi gedək, bu həyat, bu ya diriliyin axırı hara çatacaq? Bu məanini insan əldən verir. Pəs əsli fəziləti əhl-i beytdə həmin bəs Allah buyuruyor, özüm təharət vermişəm. Allah buyuruyor, bunların məvəddət, məhəbbəti sizə vacibdir. Məhəbbət işi vacib olubdur. Bəli ki, İmam Şafiyinin neçə bənd şeiri vardı. Əhl-i beytə raci şeirin bəhsili ta ki, məhəbbəti əhl-i beyt nə cürdür, tozu verir. Ondan çatıyı bura deyir, kəfakum fi əzimil qədr. Ənəkum mən ləm müsəlli aleykum la salatələ. Ey əhl-i beyt peyğəmbər, nə qədər danışmışsın barızda, əzəmət düzdə həmin bəsdir. Namazın təşəhhüdündə gərək salavat deyəsən. Hər kəs salavat deməyib namaz bilməyibdir. Evet. Namazdır, həqiqəti namazdır. Müsəlmanlar ki namaz qılırlar, bu həqiqətdən mi qafildilər? Kərbəlada salavat deyə namaz qıldılar. Amma həmin salavatın sahibini öldürdülər, şəhid elədilər. Bu nadani bəşər ki, bilmək ki, özünü öldürək, xəbəri yoxdur. Evet. Bəşər özünü öldürək, xəbəri yoxdur. Əzəmət və fəziləti Əhl-i Beyt əleyhissalamla həm əhl-i sünnətin kitablarında, həm bizim sünnət rivayatımızda o qədr rivayat nəql olubdur, la tuhsa, ədədə gəlməyən rivayatlar fəziləti Əhl-i Beyt əleyhissalamda nəql olubdur ki, Peyğəmbər-i İslam idl-i Qur'an qərar verdi Əhl-i Beyt əleyhissalam. Yəni, Hüseyin idl-i Qur'andır. Qur'anın kənarında olmasa Qur'an naqisdir.
فرمایش پیغمبر اینی تارکم فیکم الثقلین کتاب الله و اطرته لن یفترقا حتی یردا علی الحوض. Peyğəmbər İslam buyurdu ki, mənim iki şey irsiyəm vardı aləmdə siz müsəlmanlara bu ünvanı irs qoyub gediyəm. Siz müsəlman, Kitab-Allah, Qur'an və itrəti. Və mənim itrətim, əhl-i beyti. Bizdə bu rivayat o qəd təkrar olundu, در حد təvaturdur. Həm bizim kitabımızdan, kitabı Kutub-ı Bəradəran Əhl-i Sünnətdə mütəvatir. En çok nakledilen itreti ve ehli beyti. Əhl-i Beytün barəsində Peyğəmbər bunu ikisi Qur'anla itrət bir-birindən ayrılmazlar. Ta Havz-ı Kevsərdə mənə varid olar. Ayrılmazlar, yəni niyə ayrılmırlar? Pəs Əhl-i Beyti Peyğəmbər Qur'an rütbədə eyni Qur'andır. İmam Hüseyin rütbədə eyni Qur'andır. Əli rütbədə eyni Qur'andır. Rütbət, Qur'an öz rütbəsində eyni Əhl-i Beytdir. Və illa lən yəftəriqa mənası yoxdur. Əgər Qur'anın rütbəsi yuxarıda, Əhl-i Beytin rütbəsi pəs ayrıdırlar bir-birindən. Peyğəmbər buyurdu, bir-birindən heç vaxt ayrılmazlar. Ta Allahın məhzərində də varid olanda bir varid olacaqlar. Liza Əmirül Möminin Əli ibn Əbi Talib əleyhissalam Qur'anda Nəhcül Bəlağada Əhl-i Beyti təvsif eləyəndə buyuruyor, Ənziluhum əhsənə mənaziləl Qur'an. Əhl-i Beyti aparın o alitərin mənzilət və məqam ki Qur'anda vardı, o məqam mənzilətdə Əhl-i Beyti nuzul verin, Qur'anla bir məqamda saxlayın, özü də əhsəli mənazilil Qur'an. Qur'an o qədr mənazil, məqamat var idi, alitərin mənzəli Qur'an. Alitərin mənzəli Qur'an deyiblər, o mənzələdir ki, Qur'an özü dura insanla danışır və özünü təfsir edir insana. Ki Əmirül Möminin buyurdu, ənən Qur'anın natiq. Mənəm Qur'anı ki natiqdir. Yəni əhsənin mənazil, mənziləti Qur'ana mənim varlığımdır. Bu Əhl-i Beytin məqamidir. Əhl-i Beyt əleyhissalam. Evet, İstanbul için akşam namazı vaktine doğru geldik. Bir aramız olacak. Kıymetli hocamızdan tabii yine istifade edeceğiz. Çok güzel buyurdular. Allahu Teala bütün mümin kullarına kalbinizde, yüreğinizde, ruhunuzda benim sevgimden birisine bir başka sevgiye yer vermeyin diye ifade buyururken aynı sofraya Ehl-i Beyt Aleyhisselam'ı da davet ederek işte bunları seveceksiniz ifadesini de aynı zamanda Meveddet ayetinde buyurmuş oluyor ki gerçekten de Ehl-i Beyt Aleyhisselam'ın sadece bu yönünü, bu faziletini anlamış olmamız bizler için belki de yeter de artar bile. Kerbela'da İmam Hüseyin Aleyhisselam'ı bağrına basan o toprak, belki de dünyanın en zelil şeyi olan o toprak, Ehl-i Beyt Aleyhisselam'ı, İmam Hüseyin Aleyhisselam'ı bağrına bastığı için bugün o toprağı herkes öpüp baş tacı yapıyor. Kısa bir aramız var. Aradan sonra kıymetli hocamızla sohbetimiz devam edecek. Evet kıymetli 14 TV izleyicileri tekrar sizlerle birlikteyiz. Mah-ı Matem programında İran İslam Cumhuriyeti'nden çok kıymetli bir üstadımızla beraberiz. Ayetullah Furuği ile beraber bugün hem Ehl-i Beyt Aleyhisselam'ın faziletlerini hem İmam Hüseyin Aleyhisselam'ın faziletlerini konuşacağız. Çünkü bildiğiniz üzere artık yavaş yavaş Erbain günleri ve aşk yolculuğu başladı ve şu anda birçok İmam Hüseyin Aleyhisselam'ın sevdalısı olanlar şu anda Kerbela'ya doğru hareket halinde. Tabii bizleri şu anda izleyenler de, Kerbela'ya gidecekler de inşallah biz buradan hepsine iltimas dua diyelim. Orada mutlaka bizleri de yad etsinler ve milyonların belki de dünyada hiçbir kimseye nasip olmayan bir kalabalıkla İmam Hüseyin Aleyhisselam orada Erbain gününde yine yad edilecek, yine gözyaşları orada sel olup akacak ve İmam Hüseyin Aleyhisselam'la İmam Hüseyin Aleyhisselam'ın taşıdığı o bayrakla herkes bir kez daha biatleşecek diyelim ve sözü çok kıymetli üstadımıza bırakalım. Niye İmam Hüseyin? İmam Hüseyin Aleyhisselam'ın faziletleri nelerdir?
Hadis varımızdır və o qədər fəzail bəyan olunubdur bizim əhadisimizdə ki, kitablar yazmalı. O qədər kitablarda yazılıbdır. Fəzail Əhl-Beytdə və nə qədər də yazılsa azdır. Əmirül-Mömin Əli ibn Əbi Talib əleyhissalamdan bir hədis nəql olunubduğunu mən ərz eləyim məhzərəm. Həzrət buyurur ki, nəzzuhuna anir-rububiyyə fatfau anna huzuzəl bəşəriyyə fəqulu fi fəzlina ma şeytum fə innəl bəhrə la yunzəf və kəlimatullah la tusəf. Həzrət buyurur ki, bizi rububiyyətdən tənəzzül verin, qulub eləyib, xarab eləməyin ki, bəziləri qulub eləyib. Uluhiyyət makamını çıxarmayın. Uluhiyyət məqamını vermək ki, bu özü küfrə müncər olub. Ki, yenə nişan verir ki, insan həqiqəti düz tanımayıbdır. Əhl-i Beytün hər nəyi vardı, üçün Allah nəndilər vardı. İnsanı Allahdan ayırsın, heç zadı yoxdur, puzdur. Amma hər kəsdə o məqamı vilayəti ki, mən ərz elədim sənə bir cümlə Əlləmi Təbatəbaidən Əl-vilayə hiyəl-kəmalul əxirul həqiqi lil-insan vəl-qayətul qusva min təşri'i şəriyyətil haqqə. Vilayət o məqam vilayəti ki, verilib vəliyullah, vəliyullahil-əzəm, sahiban vilayəti kulliyə ilahiyyə. Bu məxsus Əhl-i Beytdir. O vilayət axər kəmal həqiqidir ki, insan çata bilər. Və qərəz-i qayi, nəhai, şəriəti Allah təşri eləməkdən o vilayətə çatmaqdır. İnsan gedə vəliyullah ola. Vəslulə vəliyullahi kulla. O əgər o vilayət insana hasıl olsa, insan tamam sıfatı Allah vücudunda var. Allahın sıfatı bir aynədir, güzgüdəki Allahın tamam kəmalı, cəmalını görsədik. İnsan da ki, در واقع Allah insanı xəlq eləməkdən istəyib bir aynə xəlq eləyir ki, orada özü görsənə. Ki, özü bir bəhs edir. Yeri burada deyir ki, məsələn, bəhs eləyək. Vaqiən mətalib varımızdır. Həqiqəti həyatı Adəm nə mənədir? Ta Adəmi istəyir Allah xəlq eləyir, mələikə haysalıyıq. Biz elə təhmid eləyik, təqdis eləyik, Adəm yeri haradır. Başa düşməyirlər ki, təqdisdən, təhmiddən də yuxarı məqam var. Liza Allah təbərrək Teala burayı əlləmə Adəməl əsmaə kullaha sümmə ərəzəhum ələl mələikə. Allah əsma-i ilahiyyənin həqaiq hamısını Adəmin vücudunu topladı. Yəni o həqiqət vücudunda zuhura gəldi, nəinki əzbərlədi. Kitabı əzbərləmili, hamı əzbərləyə bilər də, hafizəsinə qoymaya. O deyir, məfhumdur, həqiqətin özüdür. Ondan dedi, bu da Adəm. Oraya gələndə Adəmlə mələikə hamısı təslim edir, bizim elmimiz yoxdur. La ilmə lənə, illə bəmə əlləmtənə. Yəni Allah dedi, Adəm ayinə-i tamamlamadır, tənha həm demək, Subhanallah demək deyir. Məsələ buradadır. İnsan ki, o vilayət-i tam-i ilahiyyə çatır ki, həqqən o vilayət-i tam-i ilahiyyəni Əhl-i Beytun vücudundadır. Qeyri onların heç kəsin şəni deyir. Məgər ki, onlarda məhv olaq. Onların vücudunda məhəbbət bizi onlarda məhv eləyə. Məhəbbət də ona xatırdır. Çünki məhəbbət da insanın mühibbi pozey. Fəqət məhbub qalır. Fəqət məhbub. Onunla insan olay məhbubətən fi ərzikə və səmaik. Həm göydə məhbub olay, həm yerdə məhbub olay. Həm xəlaqiqə, həm mələikə. Həm xəlqə, həm xaliqə. Əmir-əl-Möminin buyurdu ki, rububiyyətdən tənəzzül verin bizi, aşağı, Allahdan aşağı. Amma bəşər təşkil ki, əsir olayı, huzuzi bəşəridə, həzzi bəşəridə, yeməkdə, içməkdə, şəhvətdə o da döyürük. Fətfəu ənna huzuzəl bəşəriyyə. Həzzi bəşəridir, bəşəri ki vardı, o yuxarı həqiqət bəşərə çatmışıq. Biz cilve-i həqiqət-i bəşərik. Bizim fəzilətimizdə nə danış söz, aləmdə nə fəzilət vardır, bizə nisbət ver söz, bizi düzdür.
قولوا فی فضلنا ما شئتم فإن البحر لا ينصف. دریانه çəkmək olmaz. Heç kasa ilə götür dəryadan. Kasa ateş elə bir dəryadan su ateşdən eşiyə. Dəryanın dənizin suyu qurtarmaz. Kasa ilə götürüb. Heç nə vəsləysən dəryaya tutun çəkib qurtar. Yəni dərya o dəniz həqaiqi. Dəniz həqaiqi. Kəlimətullah la tusaf. Allahın kəlimatın tavsifə, vəsfə gətirmək olmaz. Heç kəs qadir deyil bəşərdən. Heç kəs qadir deyil. Burada sözlər var demək, yeri bura deyil. Gərək dəfələrcə vaxt qoydum mən üçün təşrih eləydim, bəyan eləydim. Yəni və allama Adəməl əsma kullaha. İmam Hüseyn əleyhissalamda da var mı? Burada o da bir mənada. Əsma o həqaiq insan kamil olardı. Ki hədisdə var ki mərhum Həbibullah Xurasaninin bir şeiri var. Deyir, dəm məzən ey dil ki həmi dəm əlist. Ruh xuda bər tən Adəm əlist. Deyib, belə danışmayın, hayhu salmacın, belə dəm vurmacın. Həmi dəm əmirül-müminin vücudur. Ruh xuda təni Adəm ki mələikə dedi, səcdə eləyən Əlinin ruhudur. O öz yerində çoxlu bəhslər vardı, ərz eləyəm. Buna mən öz mətləbimi təqib eləyəm, hər fəziləti desin oradadır. Deyim, bir hekayətlə istəydim deyəm ki, vaxtı Əhl-i Beyti bəhsülü, Əhl-i Beytin o misdaqı ətəminin biri də Əbu Abdullah Hüseyndir də. Elə əvvəl cələsidir bəsi. Tamamı fəzail vücudda cəmdir. Xasən Əbu Abdullah Hüseyndə bir həqiqət var. Qur'an ziyarət-i cami-i kəbirə bir hasil bəyan eləyir zindəci Əbu Abdullah Hüseynə. Hasil zindəci Əbu Abdullah, yəni hasil ömrünə mənədir. Əs-salam aleyk ya sarallah. Əs-salam aleyk ya sarallah. Bu kələmə-i sarallah qutarmayan söz var içində. Məgər Allahın qanı var. Sar yəni qan. Allahın qanı var. Bu təmsildir. Yəni Allahın nəyi var burada? Hüseyndir. Hüseyndir. Əslən Əbu Abdullah Hüseynlə aləmi dirildi. Dini dirildəcək. Bəqa var aləmdə. Bəqiyyətullah odur. Orada ki, ərz eləyəm, özü bir tohidi bəhs vardı, müfəssəl. Bu keçən Mah Ramazan, onca bir 20 cələsə bəhs elədim. Ya əs-salam əleyk ya sarallah. Ki o fəzilət əbanın nə rivayatlarda fəzilət bəyan olubdur. Hüseynun minni, ənə min Hüseyn ki, onu Hüseyn mənnəndir, mən Hüseynlənəm, Hüseyn məndən zadə olubdur, məndən doğulub dünyaya gəlibdir, mən də Hüseynlə dünyaya gəlibdir. Nə cür Peyğəmbər Hüseynlə dünyaya gəlibdir? O həqiqət-i tohidə nəzər vardır. O həqiqət-i tohiddə İmam Hüseyn olmasa Peyğəmbərin də risaləti aradan gedək. Həqiqət-i Peyğəmbər də aradan gedək. O həqiqət Peyğəmbəri, həqiqəti İmam Hüseynin vücudunda viladət tapıyıq. O sarallah bəyan olunur. Bu İbn Fariz, İbn Farizdən bir dastan. İbn Fariz şagirdan Mühyiddin İbn Ərəbidəndir və hafiz-i ərəbdir. Necə bizim hafiz vardı Farsi zabanında divan hafiz, onun da bir divanı var. Divan İbn Fariz Qəzəliyyat-ı Tohididir. Qəzəliyyatı bir qədri qəvidir, hafizdən qəvidir. Yəni mütaliə eləmişəm, mütaliə üzü ilə deyəm də sənə. Hafizdən qəvidir. Bir qəzəl özü nəqli ki, məni ustadım Mühyiddin İbn Ərəbi gördü, mənə dedi bu şeirlərə şərh yaz ilə. Dedim şərhim sənin Fütuhat-ı Məkkiyün. Fütuhat-ı Məkkiyə də 6 cild özü bir aləm bu həqaiqdə danışılıb da ələ gətiribdi. İbn Fariz deyim, mən düşdüm qəbzə, mən oluyordum, Misirdə idim, nə qədər əlləşidim həqaiqi tohiddən, aləmi mənadan mənə verilməydi. Verilməydi mənə, çox ürəyim tutulmuşdu, çox narahat idim. Bir günüsü məsciddə namazımı qıldım. Məğrib namazımı qıldım. Məsciddən çıxanda gördüm bir qoca kişi dəstəmaz alır. Amma Əhl-i sünnətdəki dəstəmaz almayıb bu. Məsələn, şiə dəstəmaz alıymış da üstdən aşağı əlin yuyuymuş. Ya o yerdə olar ki, əqlarımı məhd çəkeyim. Mən ona dedim ki, ağacan, bu dəstəmaz nə mənədir, sən bu dəstəmazı alıysan? Etiraz elədim. O, mənim də sözümə qulaq asmadı. Dedi İbn Fariz, sən o Allah işi axtarırsan, burada tapa bilməzsən.
gərək Məkkədə filan nöqtəyi Məkkədə məkanda ibadət eləyəsən ta qapı açılır üzrə. Dedim rəhmətli oğlu Məkkə ara, bura. O qədim zaman 6-7 ay gərək yol gedirsən atının dəvi ilə ta gedib ora satırsan. Mən buradan ora mən nə cür gedim Məkkəyə bu yol yoxdur dedi. İstəyirsən orada olasan. Dedim olayım. Bir əlimni yapışdı gördüm həmin nöqtədə dayanmışam. Dedi burada ibadət eləyəcəksən. Orada elə bir bu ustad sır sahibiymiş də, nələr verdi, onun aləmi əvəz oldu İbn Farzun. İbn Farzun iki beyt şeiri var, o ərəbi. Onu mənə sənə ərz eləyim. Deyir, zəhəbəl umr ziya'ən vən qəza, İzləm əfuz minkum beşey, qeyru ma ovleytu min əqd vila, itrətil məbğus haqqən min qusey. Əcil söz deyib, deyir ki, bir ömür onun bunun qapısını döydüm, ta həqiqəti tapam, açılmadı. Çox adam iddia eləyir. Çox adam iddia eləyir dünyada həqiqətə çatmaq. Bəşərin iddiası çoxdur. Külli aləmin bəşərin iddiası doldurub. Görürsən, belə elm gəldi, bir dənə Kur'ana gəldi, amma aciz qaldı Kur'anın əlində. Amma o qədər dünyanı doldurublar, elm, bəşəri ayırıblar dindən, Qur'andan, həqiqətdən, kitab-ı ilahidən, Turatdan, İncildən. Bəşər olubdu xudpərəst. Allahı qoyubdu kənara. Hay-huy ilə, belə hara çatın, misli neçə deyil, Allah öldü. Kitabın da adını yazıldı, Xuda murdə-əst. Allah ölübdür. Onun kitab, Allah ölüb, bəs kimi yer, Allahın yerinə kimi qoydu? Məni, bəşəri. Niyə Allah öldü? Allah öldü, onun qanunu dərdə dəymez. Allah, mən aliməm, elm kəşf olub, atom kəşf eləmişəm, göyə çıxmışım, yerə çıxmışım. Bu sözlər ki, bəşər giriftardır. Gör, nadani bəşərə baxa. Allah diridir, huvəl hayyul qayyum. Ölü özünsən, başa düşməyibsən. Cəhl insanı öldürüb, diridir, fikrili dirilidir. Onam ki, mən bəhs edeyim, diriliylə diri olmağın fərqi var. Ki, Farsi təbirində budur, zində budən qeyrə zindəci eləməkdir. Onu mən təbirində, daima bu kəlamatı bilməyəm, türkü nəcür deyim ki, hamı başa düşsün, aciz qalayım, çox mətalib əlimdən gedir. O qədər o dəryay mətalib ki, İnşallah bütün izləyənlər bizi ədəbiyyatımızda vardı. Şeirin mən sənə məna eləyim. Zəhəbəl umr ziya'ən, təhdül ləfsi, ömrüm zayi oldu, getdi əlimdən. İzləm əfuz minkum bir şey. Ay dünyada iddia eləyənlər, hamımızın qapısını döydüm, əlimdən tutasız, heç kəs bir şey yox idi. Nacahan qapı açıldı, nəcür? Qeyru ma ovleytu min əqdil vila. Birdən məhəbbəti əhl-i beytin düyünü düşdü qəlbimə. Bu məhəbbət insanı insan eləyir. Məhəbbətin də müqəddəməsi mərifətdir. Beduni mərifət məhəbbət olmaz. Əvvəl tanış, sonra məhəbbət. Tanış bir adamı ki, tanımaysan, onun adamı günümdə misafir etdi bir nəfərlə yolan adam bir maşində yolu düşüyor, o da bir səndəldə əyləşiyor, o da adam nədir filan kəs, hansı şəhərlisin, da adam sözün qutarıyı danışmağı tanımayıq. Amma Əmirül-Müminin duayı kumeyl oxuyur. Dua etmək, yorulmayı dua eləmək. Niyə? Çünki bilə kimlə danışıyıq? Allahı tanıyıq. Tanıma. Deyək, hər kəsin qapısını getdim, hesab, qeyri-ma ovlət, məhəbbət gəldi. Məhəbbət kim? Ovladı Qusay. Qusay Peyğəmbəri İslamın 4-cü cəddidir. Mənzur Əhl-i Beytə işarələyir. Bu Əhl-i Beytin məhəbbətin ki, tapdım, yol açıldı. Əhl-i Beytin məhəbbəti yoldur, Allaha insanı çatırmağa. Bu cürdə ki, Peyğəmbər özü üçün bir mənfəət axtarır. Bu şey deyil. Peyğəmbər istəyir bizi Allaha çatırdı. Peyğəmbərin bizə niyazı yoxdur. Allah Peyğəmbərə buyurur, əmr şand olsun canuva. Heç kəsin canını and içməyib. Bəs bu can nə candır ki, Allah tanıyıb bu can nə candır. Ona and içək Pərverdigar-ı aləm. Peyğəmbərin ömrünə, yaşayışına Allah and içək. Peyğəmbər çatıb ki, dənav fətədəllav fəkana qovba qavseyn o ədna. O məqama çatıb ki, mərhum Qazi Buzurg deyərmiş, dəli oldum, divanə oldum. Bu ayə məni divanə elədi. Bir oş torpaq nə qədər yücələr. Bu bir oş torpağı hara çatar?
o qədr ücələr bu torpaq Allaha çatar. Dəna fətədəllə fəqanə qavə qavseyn. O ədna bu məqam Peyğəmbər İslamdır. Məqam Rəsul-i Əkrəmdir sallallahu aleyhi və aleyhi və səlləm. Onlar biz üçün məhəbbət istəmir, özləri üçün bir şeydir. O məhəbbət bizim ehtiyacımızdır. Biz möhtacıq o məhəbbəti. Bir məhəbbətin dalısıcadır ki, ona möhtacsan, o olmasa heç zadın yoxdur. O məhəbbət Əhl-i Beytdir. O məhəbbətə xatir gərək Əhl-i Beyti tanıyasan, biləsən bu aləm onların mehvərinə fırlanır. Bu aləm onların başına fırlanır. Bu aləmin bəqası, bu aləmdə hər şey, hamı onların süfrəsi istə əyləşibdir. Bekum yunəzzulul qeys və bekum yumsukus səma əntəqə ələr. Əgər ki, ən gözəl yox Əhl-i Beyti tanımaq ziyarət-i cami-i kəbirədir. Ziyarət-i cami-i kəbirə ki, İmam Hadi bəyan eləyibdir, İmam Məsum bəyan eləyibdir. O sənədlə ki, bizim əlimizdə çatıbdır ki, Allah-u Təbarək və Teala hər qapını onların adı ilə nizam rububiyyəti vücuddur. Hər nə Allah qadirdir. Amma aləmin bu cür vəl müdəbbiratı əmra. And olsun aləmi tədbir eləyənlərə, kimin ona əsli tədbir eləyən Allahdır. Ya pərverdigar aləm vücuddur ki, ya müdəbbir dəbbir. Aləmi tədbir eləyən, ya müsəhil səhil. Ya müfərriz, fərriz, ya müfəttih, fəttih, hər nə Allahın əlindədir. Amma Allah əsbab qərar verib aləmdə. Nizam-ı aləm, nizam-ı əsbab-ı müsəbbəbatdır. Səbəbi girir. Allah burada səbəbi hər şey vücudu insan-ı kamil-i məsum Əhl-i Beyti qərar veribdir ki, Allah bekum fətəhəllə və bekum yəqdimu. İstəysən hər yaşayışında düğün düşüb, tamam düğünlər açıla, yol Əhl-i Beytdir. Xaslən mübarək Əba Abdillahul Hüseyn əleyhissalamın adı ki, Ubeyy ibn Kəb ashab-ı Peyğəmbərdəndir. Həm bizim kitablarımızda, həm Əhl-i Sünnətin kitablarında nə qədər rivayət nəql olundu Ubeyy ibn Kəbdən. Ubeyy ibn Kəbdir, Peyğəmbərin məhsərində əyləşmişdim. Birdən Əbu Abdullah Hüseyn uşaq idi, 4-5 sinni var idi. Qapıdan varid oldu, Peyğəmbər durdu ayağına Əbu Abdullah Hüseynin və buyurdu, Bə əbi əntə, ya Əba Abdillah, ya zinə səmavat vəl ərzin. Atam sana, anam sana qurban, Əba Abdillah, ey göyün yerin zinəti. Ubeyy ibn Kəbdə heyrət vurdu məni. Aslan qaldım avara, Xudaya aləm, bu kimdir? Peyğəmbərdir danışan. Bir dənə bu uşaq 4-5 sində uşağa deyir ki, ya Əba Abdillah. O uşağın ki, Əbu Abdullah lüğət-i ərəbdə yəni Pedər Abdullah. Məcə uşaq dünyaya gətirmişdi. Yəni hər kəs istəsə Allaha Abdullah, gərək Hüseyni özünü ata qərar verə. Hüseyn atalıq eləməsə aləmdə bəndəlik tapılmaz. Hesab kitab vardı. Bəd buyuruyor, ya zinə səmavat vəl ərəzin. Ey nizam-ı aləmin gözəlliyi, ey nizam-ı aləmin xilqətün zinəti. Ya Əbu Abdullah, mən dayandım, dedim, ya Rasulallah, Əntə zinü səmavatı vələrzin, göyün yerin zinəti sənsən, bu uşağa deysən, bu uşağa Həzrət buyurdu, nə danışıysan o bey? Vallah, göy əhli bilir Hüseyin kimdir? Yerdə Hüseyin məchuldur, yer əhli tanımıyor Hüseyin kimdir? Əhli səmavat, innəl Hüseynə fissəma, əkbəru minəl ərz. Göydə Hüseyin böyüdür yerdən. Yer əhli tanımıyor Hüseyin kimdir? Məktubun əla sağ-ı ərş. Sağ-ı ərş ilahiyyə yazılıb. İnnəl Hüseyin misbahu huda və səfinətü nicat. Hey, Hüseyin çırağı hidayətdir. Nicat gəmisidir. Yəni, hər kəs məhəbbət və mərifət Əbu Abdillah Hüseyni tapsa, nicat tapıbdır. Təşbihdir də, təşbih eləyir. Rah-ı saadət, kəmal Əbu Abdillah Hüseyn əleyhissalamdır ki, bu məktəbi aləmdə qapısın Əbu Abdillah Hüseyn açıbdır ki, ziyarəti ərbəynində də ki, o cüməlat vardır ki, Pərverdigar-ı aləm sizun vücudunuzdan istəndəzə ibadəhu min heyrətin minəl zəhalə və heyrətil zəlalə. Bəşər yolu gedə bilməz Hüseynsiz. Vaxtı bəşər heyrət-i cəhalətdən çıxacaq ki, Hüseyni tapar.
aba axir aləm budur. Necə o ziyarəti İmam Zamanın zuhurunda deyirlər, əvvəl cümlə ki, hədisdə var İmam Zamandan, əvvəl cümləsi bu da ənə bəqiyyətullah. İkinci budur, əhli aləm, mən sahibi şəmşiri intiqaməm, intiqam alma. Üçüncü cümləsi bu da əhli aləm, ənə, mən İnnə cəddiyəl Hüseyin qətəluhu ətşanən. Hisab aləmizə tamam bəşər eşidəcək. Külli aləmə rozu oxuyor. Əvvəl xitabəsində İmam-ı Zaman külli aləmə rozu oxuyacaq. Rozu Əbu Abdullah Hüseyin əleyhissalam. Əhli aləm. İnnə cəddiyəl Hüseyin. Mənim cəddim Hüseyindir. Əlləzi qətəluhu ətşanən. Ətşan öldürür. Əhli aləm, neçə var, 3 dəfə tikrə. Ya əhli aləm, innə cəddiyəl Hüseyin, tərəhuhu uryanən. Əhli aləm, cəddim Hüseynin əynindəki köynəyin də əynindən çıxartdılar. Axı, neçə ildən sonra niyə bu rozəni oxuysan, Əbu Abdullah? Rozəsini əhli aləmə. Aləm Hüseynin rozəsini oxumasan nicat tapa bilməz. Bir gün gərək külli bəşər İmam Hüseyin üçün ağlayır. Üçüncü cümləsi budur ki, ya əhli aləm, innə cəddiyəl Hüseyin, səhəquhu uryanən. Mənim cəddim Hüseynin sinəsi istə at çapdılar, üryan bədəsi udvanən, ədavətlə, sinəsinin sümüyün at dırnağındasın. Niyə bu sözləri Əbu Abdullah Hüseynin neçə min keçəndən sonra İmam Hüseynin məlumdur ki, o hüccətullahdır, hüccəti tam ilahidir. Onun ağzından bir söz, bir hərf hədər ağzından çıxan deyil, puç ağzından çıxan deyil. Elm ilahidir, ruh ilahidir, sahibi vilayəti, tamme ilahiyyədir. Məlumdur ki, Allahın dəsturudur. Qeybidir, bu özü nişan verir ki, Hüseyin kimdir? Allah'ı tapmaq olmaz, zuhuru tapmaq olmaz, İmam-ı Zamanı tapmaq olmaz Hüseyinsiz. Hər nə Hüseynin əlindədir. Odur ki, innəl Hüseynə səfinətun nicat. İmam-ı Sadıqın da hədis nəql oldu. Həzrət buyurdu ki, kulluna sufunun nicat və səfinətu cəddina əsrə. Biz hamımız gəmi, keçdiyi nicatıyıq. Amma hər kəs Hüseynin vücuduna əl vursa, gəmi vücudu Əbu Abdullah Hüseynə minsə, həm olsa əsrə, həm genişdir, həm də hızlı, həm sürətlidir, səri qabağa gedəndə. Halət-i buzurqan üləmaların birində oxumuşam ki, çox böyük fəqihidir. Onun haləni nədir ki, mən gördüm aləmi mənada öldüm, dünyadan getdim. Səhnə-i məhşərdə gördüm səhvlər qrubu. Bir səhv gördüm, çox rahat orada hesab alınca soruşdum. Dedilər, hər kəs Hüseyni ağlayıb, hər kəs Hüseynə roz oxuyub. Getdim o səhvə qoşuldum. Növbətin mənə çatında dedilər, sən alimsən, amma rozu oxumayıbsən. Dedim, mən də istəyəm. Dedim, bax da roza qutarıb da dünü. Dedilər, qiyamətdə də rozu oxusun, qəbuldur. Dedim, qiyamətdə oturdum, səslədim, məzlum Hüseyin. Bir də gördüm, tamamı əhli məhşər deyil, məzlum Hüseyin. Həmin əhli məhşər. Aləm deyil, məzlum Hüseyin. Ustad, söz Ərbəinə gəlmişkən, dünyada Ərbəin zamanı hər kəs yüreğinde var ki İmam Hüseyin Aleyhisselam'a gitsin. Gitsin İmam Hüseyin'i orada ziyaret etsin. İmkanı olan, olmayan, ama dünyanın her yerinden. Şimdiye kadar Kabe'nin ziyareti bu kadar olmadı. Qətrən olmaz. Ərbəinin sırrı, fəlsəfəsi nədir? Bəli, bu özü çox mühüm sualdır və özü də elə bu bəhs-i Ərbəin özü bir neçə cələsə vaxt istəyir. Üstündə oturasan bir saati hər cələsədə bəhs eləyəsən. Əvvələn Ərbəin özü rişə Qur'anısı vardı. Yəni Ərbəin dəsturu Qur'anidir. Ki, əmal Ərbəin, Pərvərdigar aləm Qur'anda əvvəl kəsi ki, onu süd Ərbəin yazıb, Cənab-ı Musa aleyhissalamdır. Həzrəti Musa ibn İmran. Allah buyuruyor ki,
و واعدنا موسی 40 لیله و واعدنا موسی 30 لیله و اتممناه بعشر فتم میقات ربه 40 لیله. Allah buyuruyor biz Musa aleyhisselamı 30 gecə qonaqlığa dəvət elədik. 30 gecə keçəndən sonra və ətməmna bə'əşr 10 gecədə izafə elədik. 10 gecədə fətəmmə miqat rəbbihi 40 leylə 40 gün çəkdi, 40 gecə çəkdi ta Allahın o qonaqlığı Musa aleyhisselamdan tamam ola, kəmalinə çata. 40 kəmal əməldir. Yəni Allah deyir, mənim qonaqlığım Musaya 40 gecə ilə kəmal. Günüz də oradaydı ha. Amma üçün ibadətə də gecə xassıdır ibadəti insanda. O da Allah əl qoyur gecənin üstünə. Və təmmə miqat Rəbbihim 40 leylə və bu məna bizim rivayatımızda da çillik kəlimiyyə təbir olunur ki, əvvəli Zihəccədən, Ziqədədən başlanır, Zihəccənin 10-cu günündə Eyd-i Qurbanda qutarıq. Ki 10 gün buna hədisdə də təbir olunubdur, çillik kəlimi. Yəni bunu İslam pəziriş eləyibdir. Bu məbnayı 40-ni İslam pəziriş eləyibdir. Ki 40 özü bir dəsturu sulukidir. Bir sulukidir, dəsturu sulukidir ki, əvvəl Həzrət Musaya gəlib. Həzrət Musa və hər əməlin kəmalı 40-dəndir. Hər əməli istəsən kamil eləyəsən, 40 gün o əmələ hətta qəl istidamətin ola. Tamam kəmalda əslən bu az nəzər təkvini də bəhs var idi ki, məsələn bir dənə ruh vuluc eləyir ruhu insana nə vaxt? 40 gündən sonra ya deyilər çox məsəl var da nizami təbiidə misallar vurublar ki 40-də kəmalına çatır. Ya insan 40 sinində kəmalına çatır. Əqli insan 40 sinində kamil olur. Allah bu 40-ni nizam aləmdə qərar verib, amma bəhs budur. Bir 40 Allah kulli bəşərdən istəyib, amma 40 mehr. O ki, məhəbbətin bəhs eləyəm, ha. 40 məhəbbətdir ki, sulukdir. O ki, biz təbiri suluk aşurayı. Aşura bir sulukdir, seyri suluk iləllah. Çox yoxuntarın yol və səfinət-ü cəddina əsrə səritərin mərkəblə və haq tərəfinə getmək həmin mərifət və məhəbbəti Əbu Abdullah ki, mən təbirim budur 40 gün qussə yemək. Əcibdir ha. 40 gün qussə yemək sulukdir. Sulukdir ki, insanı qatışdırar Əbu Abdullah Hüseynlə. O iki ziyarəti aşurda oxusun və qədəmə sidqən yusabbitəli qədəmə sidqin indəkum. Qədəmə sidq indəkum. İndə əhl-i beyt. İndə Əbu Abdullah Hüseyn. Ki, insan bir məqamda sidq gətirə. Qədəmi sidq. Çünki sidq olmasa insandan bir şeyin üçün hərçi məhzəri pərverdiqari aləmi məqədi sidqidir. İnnəl muttəqinə fi cənnatin və nəhər fi məqədi sidqin ində məlikin muqtədir. Məqədi sidq, nişimənqah sidq. Oraya sidq aparasan, sədaqət aparasan. Əlləzi caət bis sidq və səddəqə bi ulaikə humul muttəqun. İnsanın zindəgisində sidq olmasa təqvası olmaz. Hər kəs sidq gətirir və sidqi təsdiq eləyir və ki, həmin tövhid və məratibi tövhid o nübüvvət o imamət hamısı özü insanı məqam sidqa aparır. Sadiq eləyir insanı zindəgi ki, neçə var ziyarəti aşurada da bu bəyan olubdur ki, ziyarəti aşura özü seyli suruç aşurayını insana bəyan edir. Seyli suruç aşurayda məqam-ı Məhmud. Əsəlu ən yübəlliğinin məqam-ı Məhmud ləkum indəllah. Yəni ziyarət aşuranı oxusun birdən desən, həmin məqam Məhmud ki, Əbu Abdullah Hüseynin var idi, Əhl-i Beytun vardı, Allah onu mən istəyəm səndən. Yəni bir dənə səlamla insanın aləmi əvəz olur. Pəs məlumdur sulukdir.
Seyr-i-suluçdur. Allah Peyğəmbərə buyuruyor, gecə vaxtı təhəccüd eləcən, əsa ən yəbəsəkə Rabbukə məqamən Mahmuda. Ümid vardı, Allah sana məqam Mahmud verə, amma gecə zəhmət çək, təhəccüd elə, o məqam Mahmudu kəsb eləməyə elə asan suluç küllü ümmət üçün açıb, küllü ümmət üçün. Amma ümməti ki, bər mehvər Əbu Abdullah Hüseyin hərəkət edir. Həzrət Musanı tək dəvət edib ərbəyinə və vaədna Musa, soxan az ümməti Musa deyir, fəqət Musanın özün. Və vaədna Musa səlasinə leylə və ətməmnaha bəşr. Musanı xub 40 gecə gündüz dəvət elədi və ta Allahın miqatında dayandı, ta o dərəcəyə çatdı ki, Turat Həzrəti Musaya nazil oldu ki, orada da bir bəhslər var. Təqazayı təcəlli elədi, qəbul olmadı təqazayı təcəlli vücudu Musaya, o təcəlli oldu. Təcəllə Rabbuhu lil-cəbəl fəcəələhu dəkkən və xərrə Musa. Dağa oldu amma. Dağa oldu təcəlli, amma məlum ki, təcəlli o nur vücudu insana bir yuxarı zərfiyyət ilə şayət də mən öz aləmdə deyəm, gərək bir Hüseyin üçün ağlaymış Musa. Bunu hardan istifadə eləyəm? Bunu oradan istifadə eləyəm. Rivayətdə vardır ki, bəxti Həzrəti Xizrün məhzərinə çatdı Musa, təqaza elədi Musa, Xizrün şagirdi ola, Həzrəti Xizr qəbul elədi, şərt şurutun bəyan elədi, səbr eləyəcəksən, etiraz eləməyəcəksən, elə ki, istədilər duralar ayağa, hədisdə varımızdır. Həzrəti Xizr dedi, Musa, otur qoy Hüseynə bir rozu oxuyun. Həsən məfatihdə də gətirib, cənabı Şeyx Abbas Qumi onu məfatihdə də gətiribdir. Ki, Xizr rozu oxudu, Musa ilə bahəm ağladılar. Məlumdur, o təcəlli xas ilahiyyə, əsrar ilahiyyə varid olmaq, burada gərək məhv olasan. Bunu burada Allah bir qapı açıb, ümməti Peyğəmbərin İslamda mən bunu vicdanən tapmışam, vicdanən bu mənanı hiss eləmişəm. Bu mənaya fikr eləmişəm, kitab oxuyub, kitabdan danışmayam. O tapdığımı sənə deyəm burada. Tapdığımı o haqqında fikr eləyib üstündə, o məani ki, mən bu məani tapmışam, bu ümmət-i İslam'a bir ərbəyin açıb, benam-ı Əbu Abdullah Hüseyin tamam ömrüdə hər il gərək bu ərbəyin təkrar ola. Heç Peyğəmbər üçün, heç imam üçün bu qıssə yoxdur. Fəqət Əbu Abdullah Hüseynin barəsindədir. O birisi əyimməmizdə məqamatı var, öz yerində, hər nə mənə biz mütəqidi, kulluhum nurun vahid. Amma ərbəyin Əbu Abdullah Hüseyin, xassi Əbu Abdullah Hüseyindir. O füyuzat işi ərbəyində vardı, xassidir ki, suluk aşurayı eləyəsən. Suluk aşurayı bir mərhələsi həmindir. Bir mərhələsi həmin ki, mərhələyi qussə, mahzun olmaq, üzülmək. Məhmum olmaq ki, hədisdə var, əl-məhzun fina, hətta rivayət bir ki, hər kəs bizə üçün üzülsə, bəli, bizə məhzun olsa, qussə yesə, misli təsbihdir. Hər huzun təsbih eləmək, yəni Musa bir dəfə suluki təsbihisi var, suluki zikrisi var, bir dəfə də nə? Suluki qussə. Suluki ki, orada gərək qussun, Allah qussə istəyir insandan, qəm istəyir insandan. Xəndə əz lütfətika, qay Allah'ın deyir, gül. Allah'ı istəyir insandan, bəzi əyyamda Allah deyir, gülün, şad olun, şadlıqla insan ücəlik. Bəzi əyyamda Allah deyir, qussə yuyun. Çünki insanda bu qussə var, insanda bu şadlıq var. Amma bunu nəyə xəşləyəsən? Hansı yolda xəşləyəsən, ta sənə suluk ola, sənə taali gətirə, səni ücəldə. İnsaniyyəti insan suarla vücudunda, insaniyyət insan göyərə vücudunda, bu Əhl-i Beytin qapısındadır. Güləndə gül, ağlayanda ağla ginən. Bu yazılıb. Liza buyuruyor ki, inne şiətuna xuluqu min fazli tinətina. Şiələr bizimlə əzli ruhi əcindirlər. Biz qussu olan, qəmgin olanlar, qəmgin olarlar. Biz şad olanda, onlar şad olarlar. Üstad, 3 dakikamız var. 3 dakika içərisində də bizim sizdən ricamız bizi izləyən Əhl-i Beyt dostlarına, orada dəsmal var gerçi önümüzdə. Bizi izləyən Əhl-i Beyt dostlarına bizim 3 dakika içərisində əgər birkaç cümlə İmam Hüseyin Ağadan bir zikri musibətlə buyursanız
Teşekkür ederiz size. İmam Hüseyin Ağa'dan Kerbela'dan ha, zihninizde olan bir bəli. zikri musibetle isterseniz yavaş yavaş. Bəli də mərhumi Feyz Kaşani'dən bir hikayət nəqli mərhumi Feyz Kaşani'dən bir İngilistanın səfiri İranda var idi, münəccim idi. Bu münəccim öz nəcm elmi sitarə şinasi özü bir elmidir, ulum-i qəribədəndir ki, elmi sitarə ilə ulduzlara baxmaqla, hərəkət-i kəvakiblə bəzi havadisi ki, aləmdə vaqe olar, təşxis vermək olar. Onda kamili yox, vəli bəzi havadisi bilirlər mütəyyid insanın. Bəzi havadisi ki, bu münəccim gəlmişdi, deydi, hər nəyi mən biliyəm. Öz elmi ilə üləmaları da deydi ki, bəs mənim məzhəbim haqqıdır, dinim haqqıdır, sizin dininiz batildir. Şah Təhmasib Səfəvinin zamanında idi. Şah Təhmasib yollayıb mərhum Feyz Kaşaninin xidmətinə ki, mərhum Feyz Kaşaniyə deyilər ki, gəsən cavab ver. Alemi buzurg zamanı sənsən. Mərhum Feyz Kaşani gəlib bunun rubəri oleyik. Bu münəccimi, İngilistanın münəccimini ki, bir dənə də şəkkə salmışmış. Ondan o deyir ki, mən ənə rəculun bilsə qaif, ərraf mən bilə, varidəm biləm, əlin salı cibinə çıxardı, sən mənim görüm, əlimdə nə var? Baxı, bunu rəngi saralıyıq. Bir qorxey, vəhşətə düşeyik. Deyib, gördün sən bir şey bilmirsin, deyib, vallah biliyəm əlində nə var. Amma onu hardan gətiribsən? Sənin əlində behiş torpağıdır. Behişdə nə vaxt gedibsən? Deyib, ha, bu mənim haqqaniyyətim, bu türbəti Kərbəladır. Bu türbəti Kərbəladır. Peyğəmbər özü buyururdu ki, Kərbəla bir quşəyə behişdir. Behişdən bir quşəsidir. Bəli, bir behişdən ayrılıb Kərbəla toprağı. Bəli, hədisdə varınızdır. Min tura'l cənnə. Mənim ondan tərəf orada əşhədu an la ilahə illallah. Kələmə şəhadətində müsəlman oldu. Fəqət bir dənə türbətin üçün gözü nafizidir. Bəsirət var idi, o bəsirət gözü ilə bir həqiqətdən dərk elədi. Dərk elədi İmam Kərbəla, Səhra-i Kərbəla, cilvəqah-ı tövhiddir. Həqaiq-i tövhid orada zuhura gəlib ki, keçən bəhsimdə ərz elədim, Əmirül-Müminin o qətirlə fırranı idi, ağlı idi və buyuruydu ki, məsar-ı uşşaqin şühəda, burada aşıqlar toprağa yatacaqlar. Aşıqlar qana batacaqlar. Aşiq, uşşaqullah. Kərbəla suluç aşıqanə istəyir. O kəsi ki, qəminə cəhət verə, məhəbbətin, yəni seyr edək, aşıqanə seyr eləyə. Aşıqanə insan suluç eləməsi o mənanı dərk eləmə olmaz. Desə, Allah bizi suluç aşıqaniyə dəvət eləyib, vaxtı buyurub, Qul la əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. Məvəddəti qurbayı Peyğəmbər bir sulukdir. Suluk aşıqanə برای insan şey istəyir seyri qəlbi eləyə, seyri anfusi eləyə. Rah seyri anfusi, seyri qəlbi məhv olmaqdır. Peyğəmbər, Əhl-i Beyt Peyğəmbərdə xasdən təvəccüh beyin. Əba Abdullah Hüseyin aleyhisselam ki, mətn ziyarəti aşırı, Ya Əba Abdullah, inni ətəqərrəbu ilallah və ilə rəsulihi və ilə əmiril müminin və ilə Fatimə və iləl Həsəni və ilə kəbin valladeş. Ziyarəti aşura ki, biz mütəqidi hədisi qudsidir, mətn ziyarəti aşura qeybidən gəlib bu ziyarət, mətnində burada, Ya Əba Abdullah, mən Allahın qapısını döyəyəm, amma sənlə, mənim varlığım sənsən, sənin məhəbbətindir. Peyğəmbərin qapısını döyəyəm, varlığım sənin məhəbbətin, Əlinin qapısını sənin məhəbbəti ilə, Fatimə-i Zəhranın qapısını sənin məhəbbəti ilə, qardaşın Həsənin qapısını döyəyəm, ben müvalatış və öz qapıyı da döyəyəm, ben müvalatış ki, deyəm ki, mən səni istəyəm, məhəbbət, dərin xoş, در این خاک، در این مزرعه پاک، bu topraqda, bu məzrəyi pak aləmdə به جز عشق، به جز مهر digər tox nə qarıydı? Məhəbbətdən, eşqdən suvaq Allahı əkinçiliyi eləmə aləmdə. Behtərin əkinçiliyi istəysən, əkəsən, biçəsən, məhəbbəti İmam Hüseyindir, ək və biç nə qədər ömrün var, ta axır nəfəs sürəcən.
Allah razı olsun. Sağ olun. Yüreğinize sağlık. Allah hamımıza bizi tevfik versin. Bu vakən Suluk Aşurayını dərk elə bir dərsi zindəci yaşamaqdır Aşuradan. Biz elə burada güzəradıq və elə Aşuranın peyamı vardı. Hər peyamının bir nüştə vardı, dərs vardı. Hər bir dərsi girək bu insan zindəcisində bunu oxuyalaqal amuzşun görə ki eşqdən, vəfadan, şücaətdən, qeyrətdən, hürriyyətdən hamısının nə qədər kəmalat insanı var, səfi zindəci Əbu Abdullah üstündə hamısı yazılıbdır. Allah bizim hamımıza o tevfiki versin və külli bu şinəvəndələr, müxatəblər bərnamədən istifadə edirlər. Muhibbin Əhl-i Beyt hamısının qəlbinə Allah bu məhəbbət Əhl-i Beyti nazil eləsin inşallah. Amin inşallah. Ki İmam-ı Sadıq burada bizim məhəbbətimiz bu aləmdə necə yağış gələr, yağar. O cür ləhəzat var, məhəbbətimiz gəlir bu aləmə yağır. Hər qəlb aləmdə amadədir, o qəlbə nazil olayır. Allah razı olsun. Sağ olun. Çok teşekkürler. İnşallah bize de dua buyurun. Evet, kıymetli izleyiciler, bugün de Maha Matem programının sonuna geldik. Çok kıymetli Üstad Ayetullah Furuği ile beraber gerçekten Ehl-i Aleyhisselam'ın, İmam Hüseyin Aleyhisselam'ın faziletlerini ve Erbain meselesinin sırrını, felsefesini konuşmaya çalıştık. İmam Cafer Sadık Aleyhisselam'dan edilen bir rivayete göre mahşer günü İmam Hüseyin Aleyhisselam'ın Erbain'de ziyaretine gidenlerle alakalı özel bir lütufta bulunduğu zaman gidemeyenler ne yazık ki orada şöyle bir iç geçirirler. Keşke İmam Hüseyin Aleyhisselam'ın bir kez dahi olsa ziyaretine gitmiş olsaydım da bu mahşeri kalabalıkta böyle inayete ben de haiz olsaydım. Rabbim bizleri İmam Hüseyin Aleyhisselam'dan ve onun davasından, onun mektebinden ayırmasın. Kıymetli hocamızın inşallah ayın 26'sında 26 Temmuz Pazar günü Kevser Kültür Merkezi'nde yine sohbeti olacak. Arzu edenler mutlaka orada hazır bulunsunlar ve Bağcılar Halk Sarayı'nda da ayın 25'inde inşallah olacak. Hepinize Allah'a emanet ediyoruz. Vesselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.